Hörmətli tamaşaçılar, sabahınız xeyir. Bir daha Əfqanistanın Hindukuş dağlarında gecə ərzində güclü zəlzələ baş verib, 6,3 bal gücündə və zəlzələdən sonra 150-yə yaxın yaralı var, müxtəlif dağıntılar qeydə alınıb, iri miqyaslı. Eyni zamanda yeraltı təkanlar nəticəsində dostlar 7 nəfər həyatını itirib. İndiyə olan məlumata görə 7 nəfər həyatını itirib, amma CNN telekanalının ekspertlərin rəyinə istinadən yaydığı məlumata görə kütləvi tələfatlar baş verə bilər. Çünki sosial şəbəkələrdən biz görüntüləri də izlədik səhər-səhər və gördük ki, kifayət qədər ciddi dağıntılar var. Eyni zamanda mən bildirmək istəyirəm ki, gecə ərzində bizim regiona yaxın ərazilərdə də zəlzələlər baş verib. Xəzər dənizinin dibində 3,2 bal gücündə zəlzələ baş verib. Eyni zamanda Ermənistan-Gürcüstan sərhədində Bavra kəndindən 8 kilometr məsafədə 4,1 bal gücündə zəlzələ baş verib və ümid edirik ki, bu proseslər nəticəsində həmin bölgələrdə də heç bir tələfat və yaxud da dağıntı qeydə alınmayacaq. Ümumiyyətlə, son 2-3 ildə həm ölkəmizdə də, dünyada da, regionda da zəlzələlərin sayı artır. Ümid edirik ki, azalar olmaz və minimum itki ilə, əsas odur insan itkisi olmasın, yəni bu baş verməsin. Əfqanistanda baş verən zəlzələdə də yaralananlara təcili şəfaət edirik. Bəli, davam edirəm mən. Yaxın regiondan İranın prezidenti Məsud Pezeşkiyan maraqlı açıqlamalarla yadda qalıb və İran prezidenti bildirib ki, İran öz nüvə proqramını davam elətdirəcək, daha güclü nüvə obyektləri tikəcək və qeyd edib ki, İsrailin və Birləşmiş Ştatların bu vaxta qədər İrana vurduğu zərbələrin yerinə bu proqramı ləngitməyəcək və tikinti davam eləyəcək. Bir gün əvvəl isə İranın Xarici İşlər Naziri daha sərt ritorika ilə çıxış elədi. Abbas Araqçı Əl-Cəzirəyə verdiyi müsahibədə bildirib ki, İran ümumiyyətlə uranın zənginləşdirilməsi proqramını dayandırmayacaq, bunu tam sürətlə davam elətdirəcək və Birləşmiş Ştatlarla bu istiqamətdə danışıqlarda ümumiyyətlə maraqlı deyil. Həmçinin bildirib ki, İsrailin hər hansısa gələcəkdə atacağı hərəkətə, atacağı bir addıma hazırdır artıq İran və bir müddət əvvəl, bir neçə ay bundan əvvəl ölkələr arasında xatırlayırsınızsa 12 günlük müharibə baş vermişdi və İran Xarici İşlər Nazirliyinin bildirdiyinə görə artıq bu müharibədən İran lazım olan nəticəni çıxarıb, eyni zamanda öz raketlərini elə müharibə şəraitində sınaqdan keçirib və artıq bilir ki, bu raketlər necə və hansı formada istifadə olunmalıdır və təcrübədən danışıb, bu artıq təcrübəmizi artırdı. Mən xatırlatmaq istəyirəm bir daha, iyunun 13-ü gecə İrana qarşı əməliyyata başladı İsrail. İranın nüvə proqramı, ümumiyyətlə uranın zənginləşdirilməsində ittiham elədi, xatırlayırsınızsa və İranın bir sıra nüvə obyektlərinə zərbələr endirdi. İranın bəzi generalları öldürüldü, fiziklər öldürüldü. Bəli, nəticə etibarilə İran da 12 gün ərzində cavab verdi İsrailə. İyunun 23-ü axşam isə, daha doğrusu iyunun 22-si gecə ərzində İsrailin İrandakı əməliyyatına Birləşmiş Ştatlar da qoşuldu. Bir gün sonra isə İran öz raketləri ilə Qətərdəki Birləşmiş Ştatlara məxsus Əl-Üdeyd bazasına zərbələr endirdi və daha sonra bildirdi ki, İran rəsmi Tehran ümumiyyətlə eskalasiyanın genişlənməsində maraqlı deyil. Daha sonra isə Donald Trumpın vasitəçiliyi ilə tərəflər arasında bir atəşkəs imzalandı. Amma İran Xarici İşlər Nazirliyinin digər bir məlumatına görə Birləşmiş Ştatlardan onlar müəyyən bir təklif alıblar bu nüvə zənginləşdirilmə məsələsində. Bu barədə məlumatı İran hökumətinin nümayəndəsi Fatimə Mohacerani jurnalistlərə açıqlayıb. Konkret detalları açıqlamayıb xanım, amma yaxın günlərdə bu təkliflərin ictimaiyyətə açıqlanacağı gözlənilir. İsrail-İran xəttində belə deyək, həmçinin İran-ABŞ xəttində belə biraz isti münasibətlər, yəni qaynar belə deyək, təmaslar var. Hələ ki, ən azından siyasi sferada. Bəli, hələ ki, iki ölkə arasında, ümumiyyətlə İran və İsrail arasında bilirsiniz ki, müəyyən müddətdir bir dinc vəziyyət hökm sürür, amma belə açıqlamalardan sonra yaxın günlərdə vəziyyətin gərginləşə biləcəyi təbii ki, vəziyyət dəyişə bilər. Dəyişə bilər, bəli, ehtimal var və bunu təbii ki, istisna etmək olmaz. Biz az öncə Birləşmiş Ştatlardan danışdıq və elə davam eləmək istəyirəm Donald Trumpla.
və Qərb nəşrləri artıq yazırlar ki, Donald Trumpın Ukrayna-Rusiya müharibəsi ilə bağlı mövqeyi artıq get-gedə daha aydın olur və Telegraf nəşrinin məlumatına görə artıq Ukraynaya silah tədarükü məsələsində Donald Trump öz mövqeyini bildirib. Mövqeyi də nədən ibarətdir? Artıq Donald Trump istəyir ki, Ukraynaya göndərilən silahların məbləği, yəni pulun daha çoxunu Avropa ayırsın və Birləşmiş Ştatlar get-gedə Ukraynaya yardım məsələsində yalnız Avropaya silah satmaqla yardımcı olsun və Donald Trump bilirsiniz ki, özü keçmiş biznesmendir və görünən odur ki, bu prosesdən də Birləşmiş Ştatların maraqları naminə, Birləşmiş Ştatların silah satışından daha çox pul qazanması naminə çıxmaq istəyir. Amma onu da qeyd edir ki, Telegraf nəşri bununla belə Donald Trump Rusiyanın bu müharibədə çox rahatlıqla qələbə qazanmasına imkan verməyəcək. Elə Birləşmiş Ştatlar gündəmi ilə davam eləmək istəyirəm. Suriyanın keçid dövrünün prezidenti Əhməd Əl-Şara yaxın günlərdə Birləşmiş Ştatlara səfər eləyəcək. Donald Trump Ağ Evdə onu qəbul eləyəcək və qeyd eləmək istəyirəm ki, bu Əhməd Əl-Şaranın Donald Trumpla ümumilikdə 3-cü görüşüdür. Amma Birləşmiş Ştatlara ilk səfəridir, Ağ Evdə ilk qəbuludur. Bundan öncə Əhməd Əl-Şara və Donald Trump Trumpın Ər-Riyadda səfəri çərçivəsində görüşmüşdü. Eyni zamanda New Yorkda BMT-nin Baş Assambleyası çərçivəsində görüşlər keçirmişdi. İndi isə ilk dəfə Əl-Şara Ağ Evdə olacaq. Təbii ki, dönüş nöqtəsi hesab eləmək olar bu görüşü. Çünki bilirsiniz, vaxtı ikən Suriyada Birləşmiş Ştatlar daha doğrusu hakimiyyətə gəlməmişdən əvvəl bəzi ittihamlar səsləndirilirdi Əhməd Əl-Şaraya qarşı, amma indi görünən odur ki, Əhməd Əl-Şara Birləşmiş Ştatlarla vəziyyəti, ümumiyyətlə münasibətləri yaxşılaşdırmaq istəyir və bir sıra danışıqlar aparılacaq. Bu danışıqlardan əsas məsələ Suriyaya qarşı sanksiyaların tam ləğvi məsələsi olacaq. Artıq Suriya hesab eləyir ki, bununla bağlı hər hansısa iddia ola bilməz Suriyaya qarşı və yaxın gələcəkdə bu ölkəyə qarşı bütün sanksiyalar ləğv olunmalıdır Birləşmiş Ştatlar tərəfindən. Bir müddət əvvəl... Bir məsələni çox üzr istəyirəm, Süleyman, səninlə dəqiqləşdirim. New Yorkda da görüşmüşdülər dediyinə görə. Hətta mən xatırlayıram ki, səhv eləmirəmsə, bir Suriya prezidentinin uzun illərdən sonra, kifayət qədər uzun illərdən sonra Amerika Birləşmiş Ştatlarına ilk səfəri idi. Çünki bundan əvvəlki dövrdə biz Suriya və Amerikanın, ABŞ-nin münasibətlərinin necə olduğunu bilirdik. Yəni, hətta bunu tarixi bir addım kimi qiymətləndirmişdilər Suriya kütləvi informasiya vasitələrində. Bəli, səhv etmirəmsə, təxminən 20 ildən artıq bir müddətdən sonra Suriya lideri nəinki iştirak edirdi, eyni zamanda çıxış elədi BMT Baş Assambleyasında. Bir müddət əvvəl xatırlatmaq istəyirəm ki, Birləşmiş Ştatların Suriya üzrə xüsusi nümayəndəsi Tom Barak aksiyası bildirmişdi bu məlumatı. Yəni, Əhməd Əl-Şaranın Vaşinqtona səfər edəcəyini, amma ötən gün Suriyanın Xarici İşlər Naziri də bunu rəsmən təsdiqlədi. Demək ki, bu görüş çox şeyi dəyişə bilər də. Bəli, böyük ehtimal ki, buna ümidlər çoxdur. İstər yaxın şərqdəki ekspertlər, istər ümumiyyətlə dünya üzrə ekspertlər hesab edirlər ki, tərəflər arasında baş verəcək kontaktlar istər Suriyanın gələcəyinə yönəlmiş müsbət addımlara səbəb ola bilər. Biz az öncə Rusiya-Ukrayna məsələsinə toxunduq. Bilirsiniz ki, Birləşmiş Ştatlar bu yaxınlarda Rusiyanın iqtisadi gücünü zəiflətmək üçün və məhz müharibədə Rusiya geri addım atsın deyənə Rusiyanın enerji infrastrukturuna qarşı, enerji sistemlərinə qarşı sanksiyalar tətbiq etmişdir. 19-cu. Avropanın sanksiyasıydı, amma Birləşmiş Ştatların da Rusiyanın neft şirkətlərinə, Lukoil və Rosneftə qarşı sanksiyalar tətbiq eləmişdi. Bu sanksiyalardan sonra biz məlumatlar oxuduq ki, istər Çinin aparıcı şirkətləri, istər Hindistanın aparıcı neft şirkətləri sanksiyalardan yayınmaq üçün Rusiya neftinin alışını azaltmışdı və dünən yayılan məlumatlara əsasən, Reuters agentliyinin yaydığı məlumata əsasən artıq Çin və Hindistan
Gürcüstan şirkətlərinə yavaş-yavaş Türkiyə şirkətləri də qoşulmağa başlayıb. Aparıcı neft emalı zavodları, neft şirkətləri və Reuters'ın açıqladığı məlumata görə Türkiyənin ən iri neft emalı zavodu Star son vaxtlar İraq, Qazaxstan və digər qeyri-Rus istehsalçılarından 4 partiyanın neft alışı həyata keçirib və burada söhbət iri məbləğlərdən gedir, iri ümumiyyətlə həcmlərdən gedir. Gündəlik 77-130 min barel arasında dəyişən qeyri-Rus neft mənşəli neft tədarükündən gedir söhbət. Bu isə o deməkdir ki, Star da artıq Rusiyadan aldığı neftin həcmini azaldır. Amma Star ilk belə şirkət deyil. Digər böyük türk emalçı Tüpraş da Rusiyanın Ural markalı neftinin alışını azaltmaq üzrədir və Ural neftinə bənzər İraq mənşəli nefti almağa başlayıb digər ölkələrdən. Amma qeyd eləmək lazım ki, Tüpraşın bəzi zavodları Rusiyadan neft alışını tam olaraq dayandırmayacaq, bəziləri dayandıracaq. Bunun da səbəbi ondan ibarətdir ki, Tüpraş istəyir ki, hələ də Avropaya neft tədarük eləsin. Bizim son olaraq daha bir maraqlı xəbərimiz var. Bu tütün istifadə edən şəxslərlə bağlıdır. Maldiv adalarında maraqlı bir qadağa tətbiq olunur orada. Belə ki, noyabrın 1-dən etibarən 2007-ci ilin yanvarın 1-dən sonra doğulan şəxslərə siqaret alma, satma və yaxud da ümumiyyətlə tütün məhsulları istifadə etmə qadağan edilir. Necədir münasibətiniz? Təbii ki, çox müsbət. Ümumiyyətlə, tütün məmulatlarından istifadə eləməməz. Bəli, hər qadağan olunsa, başa düşürəm, bu qadağan eləmək yoxdur. Sözü gedən yerdə həm də turistlərə qadağan olunub. Təkcə yerli sakinlərə yox, turistlər üçün də bu qadağan bu, keçərlidir. İnan mənə turizmə təsir eləyəcək. İndi onu düşünürəm 100% eləyəcək. Hər halda bunu nəzərə alıblar və belə bir qadağan. Məncə təsir eləyəcək, çünki bundan asılı olan insanlar var. Maraqlı məsələdir. Statistikanı yoxlamaq lazımdır ümumiyyətlə bu qanundan əvvəl necə idi, sonra necə olacaq? Sonra, çünki Maldiv bilirsiniz ki, turizm zonası olaraq dünyada aparıcı yerlərdən birini tutur və görünən odur ki, Maldiv hökuməti ümumiyyətlə yəqin ki, nəzərə alıb bu prosesi. Yəni, biz bu barədə danışırıqsa, yəqin ki, onlar da düşünüblər bu barədə ki, turistlərə təsir eləyə bilər. Təbii ki, mən hörmətlə yanaşıram Maldiv hökumətinin qərarına, amma mən bunu bir insan kimi, yəni mənim şəxsi fikrimdir, mən düzgün hesab eləmirəm. Öz vətəndaşınla bağlı özün tədbir görə bilərsən, bu ayrı məsələdir, amma sən turistə nəyisə qadağan eləmək mənə çox da məntiqli gəlmədi. Necə öz vətəndaşına qadağan eləyib, olmaz, gələn adamlar onların yanında. Yəni, sənin vətəndaşın deyil, özü bilər ki, həyatına necə davam edir. Düşünürəm ki, haqlı amma təbii ki, sağlamlıq baxımından ümumiyyətlə tütün məmulatlarından istifadə eləməmək ən yaxşısı budur.